Məsələmiz bundadır ki, bu dini yüngül saymaqlıq və dini ayini yüngül saymaqlıq, dini müqəddəsatları yerində tanımamaq, yerində bilməmək, yerində qiymətin verməmək nələr verər insana, insanı ondan məhrum eləyən şeylərdən də biri nə eləməkdir? O məsələni yüngül saymaqdır. Məsələn, adam bilmir ki, Quran oxumaq ona nələr verə bilər. Adam bilmir ki, məsələn, yolda gedə-gedə zikr eləyəndə adama nə verirlər? Subhanallah dedi, eşitmişsiniz o Meyrac hədisi. Həzrət Peyğəmbər dedi ki, Cəbrəl, onlar nə edirlər? Gah işləyirlər, gah dayanırlar. Dedi, ya Rasulallah, onlar sənin ümmətindirlər. Haçan Subhanallah dedi, kərpicələr, nə bilim, filan materialdan bura başlayarlar, onlar həmin insan üçün burada qəsr tikməyə. Qutardı, diyanarlar gözlərlər. Bax, görsən, o qutardı, indi bir filan bəndən idi, 5-6 dənə Subhanallah demişdi, 5-6 kamaz kəsmir gəlmişdi bura. İndi hördülər, qutardılar, indi o gözləyəcək ki, baxın Allahın işin, məmur elə deyir, ancaq sənin başqa işin yoxdur, otur burada gözlə. Allah gedim, o biri obyektə işləyim, deyir, yox, orasının öz adamı var. Sən burada elə otur gözlə, axıra qədər. Sən nə edirsən? Burada Sovetskidən üzü yuxarı çıxanda bir 5 dənə Subhanallah deyirsən, orada Allah sənin üçün qəsr tikdirir. İndi qiyamətin günündə qəsrdə oturanlar, qəsrdə oturanmağın biz görəndə ki, özümüz harada oturacaq Allah bilir, onda biz biləcəyik bu Subhanallah nə boyda neymət imiş. Bu oruc yayda nə boyda neymət imiş. Bu məsələn, məsciddə gedib oturmaq, hətta yuxulası onda belə nə boyda neymət imiş. İnsanlar, baxın, biz o şey ki, bizim varımızdır, o məsələlərin də bilirsiniz də birinin elə əsas o mənfi cəhətlərdən də bir-iki səhərdən danışırıq, onun qədrini bilməməkdir. Bir var, yüngül sayırsan, o biraz çətindir. Bir də var, hələ mümkündür sənin fikrin yüngül saymaq olmasın. Amma qədrini bilməmək də əsas məsələdir. Adam xəstələnəndən sonra diş ki, hələ indi bizim dişimiz qalpaq deyirdi, amma dişi qalpaq olanlar var da. Onlar bilirlər adamın ağzında. Mən çox eşitmişəm ağzında qalpaq diş gəzdirənlər. Deyir, çaş 2 dənə olaydı, özümün olaydı. Çaş 2 dənə olaydı, özümün olaydı. Nə dad bilirsən, nə tam. Belə də ki, söylədə belə, adam bir dənə tikəni ağzına qoyur, onu yeyib, qutarınca da ürəbət edir, o yeyib, utum ağzını boşalsın. Onda qalmışdı ağzında, məsələn, 32 dənə diş gəzdirəsən. Özünkü ilə gəzdirmə fərq eləyir axı. Ona Risalədə dəndani ariyə deyirlər də, elə demir, ariyə, kirayə diş. Kirayə eləmirsən də, həkimdən prosta, kirayə uzun müddətli kirayədir. Hə? O itirəndən sonra onun qədrini bilirsən. Nemət əldən gedəndən sonra insan onun qədrini bilir. Bilir ki, mən nəyi itirmişəm. Biz onun qədrini bilmirik, görsən ki, amma onda bizə aydın olur, onda da nə olur? Gec olur. Əlbəttə, qiyamətdə heç kim deyə bilməyəcək ki, Allah mən bilmədim beləydi. Yox, Allah nəyi bilmədin? Bu qədər hədis, bu qədər ayə, bu da söz eşitməmişdin. Və əslində, baxın, dünyada hərə bir bayraq qaldırıb. Deyim, başlayın mövzumuza. Hərə bir bayraq qaldırıb, onun altında yığışıb. Hərə bir, məsələn, necə deyək də, din düzəldib, gedir onun dalıcan. Hərə bir dənə səhnə düzəldib, biri çıxıb orada teatr verir, biri konsert verir. Elə, hamının da özünə görə tərəfdarları var. Səhnədə ya yaxud, səhnə ətrafında ən zəif iştirak edənlər dindarlardır. Bir dənə xanəndə görsən, bir də elan edir, nədir? Mən falan yerdə nə edəcəm? Konsert verəcəm. Görürsünüz də bunu televizorda da hətta. Görsən, elan edənlər neçə saatdan sonra deyirdi ki, bilet tapılmadı. Ya bu elə biletin hamısının pulunu verir, özü alır, yığır evə, özün reklam eləməkdən ötürü ki, mənim biletlərim qutardı, ya budur. Amma belə olsa gərək konsert zamanında orada adam olmuyor. Görür ki, adam doludur. Azından fanatları nə edir? Bir günün içərisində nəyi var, alır, yığır ora. Alır və hazır olurlar, gedirlər. Bunlar bu. Nə qədər də misal çəkirsən çək. Amma biz o cürə deyir. Biz rəsmi də elan edirik. Hamımız dindarıq, hamımız Quran əhlik, hamımız Quranı istəyirik. Amma görsən, indi istəmirəm ama mən bu sözlə sizi axşam Quran məclisinə çağırım. Yox, öz ümumi deyirəm. Hamımız Qurandan deyəm. Dədəmiz öləndə görsən deyirik, məsələn, bir dənə qari filan yerdən gəlsin.
Amma deyəndə ki, qari gəlib bu şəhərdə bir günlər Quran oxuyacaq, sən də görsən gəlmirsən. Dünənlər sən yalvarırdın gəlsin. Ən azı bax müxalifə o səndən zidd əqidədə olanın səhnəsinə öz səhnəni düzəlt də. Elə deyir, heç olmasa adamın bir təəssübü olsun gərək bu məsələdə. Təəssübü olsun, görürsə dünyanın ən geridə qalmış adamı. Hətta bəzən bizim ustadlardan mən eşitmişəm, o cür adamları bəzi heyvanata oxşadanda deyirdi, tövbə eləcinə, istiğfar eləcinə. Qiyamətin gündə o heyvan yapışar sənin yaxınından ki, niyə onu mənə oxşatdın? Onlar görürsən, səhnə Quranda millət yığışır. Amma biz iddia edirik, amma özümüzlə nə eləmirik? Yığışmırıq. Özümüzlə yığışmırıq və özümüzlə iştirak eləmirik. Ən azı biz sayımızı çox göstərməliyik ki, bizdə var o da. Bu əmri bir mərufun biri də budur. Demir, amma riyakarlıq eləyək. Amma yolu budur, forması budur. Yenə də onlardan bir addım geriyik. Və buna deyərlər qədir bilməməzlik. Qədir bilməməzlik. O İngilis deyir, sizdə olan kimdə olsaydı, dünya sizin idi. Da indi izahını istəmirəm, mümkündür o bəzi içərisində siyasi məsələlər ola, onlara toxunmuram. Amma deyir, sizdə olan kimdə olsaydı, nə istəsəydi eləyərdi. Bir dənə Hüseyniniz var, adını çəkən kimi millət, dost, düşman hamısı başlayır ağlamağa. Bu Hüseyin ki, qəlblərdə bir kəlmə ilə bu cürə təsir qoyursa, siz niyə onun ətrafında yığışmırsınız? Niyə ona möhkəm bağlanmamısınız? Niyə elə onun, məsələn də, biz belə başqa cəhətdən yoxa, niyə onun ibadətinin bir forması sizdə yoxdur? Niyə onun, heç olmasa ömrünüzdə bir dənə namazınız onun namazı kimi olmadı? Məlum? Niyə onun qucağında siz böyümədiniz? Tərbiyyət tapmadınız, başqa qucaqlara getdiniz, düşdünüz. Bilirsiniz də, Hərmələ lənətullah Əli Əsqəri harada oxladı? Bilirsiniz də onu? İmam Hüseyin əleyhissalamın qucağında. Hərmələ məlundan soruşurlar ki, ay məlun, sən niyə o qədər, məsələn, böyük yigitlər qala-qala o 6 aylıq uşağı oxladın? Dedim, mən 6 aylıq uşaq oxlamadım ki. Mən Hüseynin qucağını oxladım. Mən Hüseynin qucağını öldürmək, şəhid eləmək, dağıtmaq fikrindeydim. Hasandan o fikrə düşdüm. Deyir, Qasimi görəndən sonra. Əli Əkbəri görəndən sonra, Əbəlfəzi görəndən sonra. Onda başa düşdüm ki, o qucaq nəymiş ki, oradan nələr yetişib. Və yəqin elədik ki, biz o 6 aylıq da böyücüsə elə onların tayı olacaq, o idi. Orada 6 aylığın söhbəti deyildi, söhbət qucaq söhbəti idi. Ki, böyük müctəhidlərdən biri deyir, insan Me'raca anasının qucağından gedir. İnsan Me'raca anasının qucağından gedir. Anasının sinəsindən əmdiyi südlə gedir. Onun qucağında olunduğu tərbiyə ilə gedir. Ki, bu mövzuda biz çox danışmışıq, mən istəmirəm təzədən ora qaydam. Hamilə vaxtı, dünyaya gətirəndən sonra süd verəndə, yemək verəndə, böyücüləndə, bu qədər fəsadın içərisində, bəli, ana qucağıdır, ana məhəbbətidir, ana istəyidir ki, uşağı nə eləyə bilər? Düz, bütün bu mənfi hücumların hamısından qoruyub saxlaya bilər. Serialın təsirindən, mahnının təsirindən, naməhrəmə baxmağın təsirindən, şübhəli yeməklərin təsirindən ancaq o qoruya bilər. Nə qədər bizim reseptimiz var uşağın salim gəlib, salim böyüyüb Meyraca getməyindən ötürü. Nə qədər nüsxələr var İslamda. Axşama qədər nə qədər pul xərcləyirik biz dərmana iniyə. Fiziki sağlamlıqdan ötəri. Hara gedirsən, uzunun biri 50 manatdır. Hara gedirsən, həkimin qəbulu 50 manatdır. Hara gedirsən, dərmanın da biri az qalır 50 manatdan aşağı olmasın. 5 dənə dərman yazanda 250 manat edir. Bir ayda biz görsən, bir dənə uşağın sağlamlığından ötürü, ya öz sağlamlığımızdan ötürü 5 ayda qazandığımız pulu neyinirik? Xərcləyirik nədir? Bu uşaq sağlam olsun. Amma hazır dərman, pulsuz həkim, pulsuz nüsxə, özdə firması yox, paddelkası yox, nəyə yox, hazır əlimizin içində ola, nə eləmirik? Heç birindən də istifadə eləmirik. Sonra da təmənnamız Allahdan budur ki, bəniyə biz müsəlman ola, biz əziyyət döyük. Belə deyir.
Bu ən aktual söhbətlərdən biri də son zaman biraz azalıb. Amma biraz bundan qabaq çox qədim, bu çox söhbət nə idi? Bu ən çox olan söhbətlərdəndir. Niyə elə hər yerdə müsəlman əziyyət çəkir? Niyə hər yerdə müsəlmanın başına bomba tökülür? Niyə hər yerdə acından ölən müsəlmandır? Bu suallar çıxırdı ortalığa. Məlum deyir niyə? Biz müsəlman ya Allahın dostudur, ya da əks tərəfdədir. Əks tərəfdə olanda məlumdur. Dostuda olanda əl-bəla, ül-ül-biladır. Elə gərək bəla dostlara gəlsin. Bəla da hər yerdə bəla pis mənadır, imtihan mənasınadır. Elə, bir də dəfələrlə eşitmişsiniz, elə mən demişəm sizə ki, Əli əleyhissalam deyir ki, bəla o deyil ki, bizə bəla gəlir, bəla o ki, bizə bəla gəlmir. Yəni, əgər Allah müsəlman əziyyət çəkirsə, yenə də hələ Allah bu müsəlmandan əl çəkməyib. O birisiləri buraxıb, qoy yesin, otlasın, Quranın ayəsi deyir. Ta qayıdıb gələcək bizim yanımıza. Elə belə deyir. Yəl'əv və yetəməttə. Geçsin, oynasın və otlasın da özü bilər. Axır gələcək bizim huzurumuza. Amma bizə bəla göndərir ki, bundan da pis vəziyyətə neynəməyək? Düşməyək. Və yeri də var o göndərsin. Yeri də var əziyyət versin. Axı o başa düşmür, mən başa düşürəm. Cinayətdən xəbəri olanla olmayanın cəzası məhkəmədə biri, əslən bir deyil. 2 nəfər gedib bir yerə, cinayət yerinə. Biri bilə-bilə gedib, biri xəbəri olmuyor. Görürsən, ona az iş verirlər. Biz bilirik canımız bunları. Həm mənfəətin bilirik, həm də əksinin ziyanın bilirik. Ona görə təbiidir, biz artıq çəkməliyik bu məsələlərdə. Biz o Hüseynin qucağının qədrini bilməmişik. Biz o Peyğəmbərin məktəbinin qədrini bilməmişik. Hamısı da gözümüzün qabağında olur. Özü də qəribəsi də budur ki, bu sözü də demişəm sizə ki, biz həmişə də o adamları qınamışıq, o adamların elədicini eləmişik.